Şam şəhərində xeyli qoca bir kişi vardı. Pəri kimi, cin kimi cəmaatdan qaçardı. Toxuyardı özünə yaşıl otlardan köynək. O ruzi qazanardı hər gün kərpic kəsərək. Öz işinə məşğulkən bir gün o qoca kişi fələyin öz əli ilə bir daha artdı işi. Birdən-birə bir cavan oğlan göründü gözə. Qocanın qarşısında durub başladı sözə. Torpağın qalxarına qılınc vurma bu qədər. Qalx ki səndən bir qarı çörək əsirgəməzlər. Bu kərpicin qəlbini yansın deyə o dağıt. Başqa bir sənət tapıb işlə muradına çat. Nə vaxt edək zəhmətlə daş kəsək əzəcəksən. Sudan palçıqdan əldə nə hasil edəcəksən. Qocasan tut özünü ahıllara bərabər. Cavanların işini cavanlara da qaytar. Qoca dedi. Cavansan belə cahillik etmə. Əl çək acı sözlərindən mənə ağıl öyrətmə. Onun üçün öyrətdim ki, əlimi bu sənətə, bir gün sənə əl açıb düşməyim xəcalətə. Mən bir kəsə deyiləm, xəzinədən ötürü möhtac. Əlimin zəhməti ilə toxdur gözüm deyil aç. Məni bu ruzi üçün əbəs günahkar sayma bəsdir. Düşünsən bilərsən ki, dediklərin əbəsdir. Cavan oğlan sarsıldı qocanın bu sözündən. Orada durmadı, getdi, yaş axıdıb gözündən. Dünya görmüş adamdı söylədiyim bu qoca. Öz işi ilə hamının gözündə oldu uca.